Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bugün Füsalə Əlizadənin qızı Diləyin doğum günüdür. Füsalə Əlizadə bununla bağlı paylaşım edib. Bugün hayatıma qızıl hərflərlə yazılan möcüzə gün 10 fevral. Dünyanın içində dünyamı qucaqladığım gün, dünyama gəlişin həyat rənglərimi dəyişdirməklə yanaşı çiyinlərimə elə bir yük qoydu ki, özüm öz gücümə, iradəmə heyran qaldım. Səni həyatım, canım, sağlığım bahasına olsa belə istemiştim. Allahıma şükürlər olsun ki, Allah məni səninlə mükafatlandırdı.